Bundesliga'nın 2. ligasında forma giyinen millimizin futbolçusu Mahir Emrəli deyəsən yanvarda klubundan ayrılacaq. Söhbət nə yerdədir, onu daha ətraflı indi sizə bildirəcəm. Bundesliga'nın 2. ligası Kaiserslautern'da forma giyinen Mahir Emrəli və baş məşqçisi ilə deyəsən yolları yəni düz getmir. Çünki artıq 7 oyundur Mahir Emrəliyə əsas heyətdə forma giyinməyə icazə vermir. Buna səbəb onun belə deyək də istədiyi formada deyil Mahir Emrəli ki, ona görə yanvarda klubdan ayrıla bilər. Yəni Mahir Emrəli yanvarda klubsuz qala bilər və bir məqam da ondan ibarətdir və mən bu videonu TikTokda paylaşa bilməzdim. Çünki bir dəqiqəni artıq paylaşa bilmirəm. Onu istəyirəm mən YouTube səhifəmdə paylaşım və Mahir Emrəlinin yaxınlarından biri, Allah razı olsun ondan, mənə bir maraqlı bir xəbər bildirdi və bildirdi ki, Mahir Emrəli Azərbaycan Premyer Liqasına yenidən qayıda bilər. Və burada bir sual yaranır. Sual nədən bağlıdır? Azərbaycan Premyer Liqası, yəni Misli Premyer Liqasına Mahir Emrəli qayıtsa və yadıma düşür, onun bir çıxışı var idi. Bildirmişdi ki, mən yenidən Azərbaycan çempionatına qayıtsam, böyüdüyüm, boya başa çatdığım, futbol oynadığım komanda, yəni Qarabağa qayıdaram. Burada bir məsələ ortaya çıxır ki, Mahir Emrəli indiki klubundan ayrılsa yanvarda Qarabağın qapısını döyə bilər. Qurban Qurbanovun belə deyək də əlindən tutub Qurban Qurbanov ona köməklik göstərə bilər. Çünki əgər Ramin Şeydəyevə əgər Qurban Qurbanov etimad göstəribsə, onu komandasında görmək istəyibsə və onu komandaya gətiribsə, inanıram ki, Mahirin də belə deyək də, Mahir Emrəli də Qurban Qurbanova əl uzatsa, Qurban Qurbanov onun əlindən tutacaq. Çünki ən azından gənc futbolçudur, ən azından millimizin hücumçusudur, ən azından yerli futbolçu baxımından Qurban Qurbanov ona etimad göstərə bilər və maraqlı məqam ondan ibarətdir ki, əgər bir futbolçunun baş məşqçisi Qurban Qurbanovdursa, niyə də o uğurlu olmasın? Və maraqlı məqam da bundan ibarətdir ki, onun belə deyək, Ramin Şeydəyevlə fərqli o Almaniya çempionatı görüb, Horvatiya çempionatı görüb, Türkiyə çempionatı görüb. Hardasa onda o belə deyək də potensial var. Sadəcə problem özündədir ya da indiki o baş məşqçilərdədir ki, onun üzərində işləmir, ya indi o Türk olduğuna görə ona tam belə bel bağlamırlar, ya ona tam belə deyək, önə çıxartmaq istəmirlər. İndi ola bilər də. Amma Qurban Qurbanov onda olan potensialı inanıram ki, çıxardacaq. Adı Ramin Şeydəyevin dünənki performansında görürdün ki, necə birə-bir toplara girir, necə istəklidir, necə əlinə düşən fürsətlərdən həmən yararlanmaq istəyir. Ən azından nə bilim gol asist etmək istəyir, gol ötürmək vermək istəyir və əlinə düşən fürsətlərdən öz yararlanmaq istəyir. Yəni birinci oyunda mən bir azərkeş kimi onda o qığılcımı gördüm və düşündüm ki, 6-7 tur Qarabağda belə deyək də startda oynasa, Ramin Şeydəyevi uğurlu görərik. Və onun belə deyək də, əgər onu biz ələ görəriksə, mən düşünürəm ki, indi onun ətrafını dediyinə görə yenidən Azərbaycan çempionatına qayıda bilər Mahir Emrəli və qayıtsa Qarabağda forma giyinsə, inanıram ki, o yanvarda Qarabağda forma giyinsə, yaya qədər maksimal formasını belə deyək də yığacaq və Qurban Qurbanov ona etimad göstərdiyinə görə və Qurban Qurbanovun da etimadını doğrulsa, inan Allah ki, Mahir Emrəli Qarabağda 3-4 belə deyək hücumçu olacaqsa əvəz olunmaz. Onun biri də Mahir Emrəli mənim düşüncəmə görə ola bilər. Siz nə düşünürsünüz? Mahir Emrəli Qurban Qurbanovun futbolçusu olsa uğurlu olar yoxsa yox? Şərtdə gözləyirəm.